Oh. Biz bugün münasibətdə gücdən danışacağıq. Sonra tələssən. Qoy başlayaq da gələnə qədər mən danışmırdım. O yerləşsinlər, hə, gücdən danışaq. Gücün etimoloji kimliyinə baxanda biraz çox şaxəlidir də. Əslində bəzi sözlərin bir-iki məna ilə tutmaq olur, amma güclə bağlı enerji də ola bilir, böyük də ola bilir, qabiliyyət də ola bilir. Amma bir də ora baxmaq lazımdır ki, biz cəmiyyətdə güclü adam deyəndə ya da güclü şəxsiyyət deyəndə nə nəzərdə tuturuq? Bir də bir şey diqqətimi çəkdi. Gələnə qədər elə o mövzudan istəyirsən bir dənə onu danışarsan. Ya da sizin ağlınıza bir şey gəlirsə, güclə bağlı çox da azalan bir şey yoxdur. Nə azalanda adam güclü olur? Onu da şey eləmək olmur. Yəni, gücün bizim dildəki şeyi sanki bir şeyin artmağıyla, çox olmağıyla, var olmağıyla olur. Biz güclə ilk tanışdığımız zaten valideynlərimizləndir. Bizim atamız dünyanın ən güclü insanıdır. Anamız, daha sonra böyük qardaşımız, babamız, dayımız. Atamı çağıraram, bir dənə sənə vurar, düşərsən Amerikaya. Bu atanın ən güclü olması anlayışındaydı. İndi adam istəyir. Adam indi çağırardı adası. Gah çağırardı, indi Amerikaya düşəydi. Amma böyüyəndə başa düşürsən ki, həyətə ilk dəfə düşəndə gücü harda görürsən? Başqa uşağın əlində daş olanda. Onun əlində daş varsa artıq o güclüdür. Sonra bu daha sonra silaha keçir. Yəni güc anlayışı biz böyüdükcə, yerimizi dəyişdikcə, bəlkə də bəziləri üçün güc hakimiyyətdədir, bəziləri üçün güc həqiqətdədir, bəziləri üçün güc. Yəni biz yerimizi dəyişdikcə gücün anlayışı dəyişir. Sən bəs məsələn belə düşünəndə özünü ən güclü harda hiss eləmirsən? 2010-cu ilin martın 18-də INS-dən işdən çıxmaqla bağlı ərizəmi yazanda. Oradakı prosesdə, yəni 5 il INS-də işləyirsən və xırda bir anlaşmazlıqdan sən işdən çıxırsan. Amma həmin 5 ildən sən o ərizəni yazanda özünü güclü hiss edirsən. Çünki sən 5 il ərzində çox şeyləri öyrənirsən həyatında. Yəni deyirsən ki, bunu öyrənmişəm, bunu öyrədiblər, dənizə atıblar, boğulmamısan, öyrənmişsən. Bəli, indiki efir, jurnalistika, yanaşma, cümlə qurmaq və s. ona borclusan. Amma orada sənin bir gücün yoxdur. Çünki bir nəfər sadəcə kaprizə olub, sən bugün efirdə olmayacaqsan və ya sən elə bir çox danışırsan, bizdə belə bir iş var. Yəni, sənin nəyinsə haqqında hüququ müdafiə etməyin səni çox danışan edir. Əgər sən çox danışırsansa, sən uzaqlaşdırılmalısan. Ərizə yazdığım gün idi, çünki orada verdiyim qərar mənim əlimdə idi. 2010 avqustun 10-una qədər işsiz olduğum müddətdir ki, həmin müddət ərzində mən avtostopa hazırlaşmışam və mən işləməmişəm. Nəyim varsa onları satmışam, həyat yoldaşım işləyirdi, atam işləyirdi, anam işləyirdi, mən isə işləmirdim. Amma həmin dövrdə özümü gücsüz hiss edirdim mi? Yox, çünki taliyəm artıq əlimdə idi. Mən kiminsə iki dodağının arasında olan şeydən asılı qalmadım. Və düşünürəm ki, ən güclü dövr onda idi. Onda nə istədiyini bilirdin? Orada birinci ego rol oynuyurdu. Yəni birinci ambisiyam var idi. Mən sübut edəcəm ki, mən sizdən güclüyəm. Yəni siz hamınız, mən tək. Yəni mənim yanaşmam oydu. Ona görə mən avtostop, mən bunu necə edə bilərəm onlardan daha yaxşı olsun. Bu zaman mən tək suallara cavab verəcəm. Yəni hüquqşünas deyiləm, hüquq təhsilim yoxdur, avtomobilim yoxdur, sürücülük vəsiqəm yoxdur. Qaydalarla bağlı anlayışım belə yoxdur. Amma mən sizə bunu sübut edəcəm. Nə edəcəm? Açacağım e-qanunu, bütün 40-a yaxın qanunverici aktı, Nazirlər Kabinetinin qərarını oxuyacağım, kommentariyasını tapacağım və s. və s. və s. Və mən sizdən güclü olduğumu sübut edəcəm ki, siz səhv edin. Birinci avtostopda danışdığım məsələ mənim onlara sübutum idi ki, sizi peşman eləyəcəm buna. Əslində mən sizə çox lazım idi. Amma daha sonra artıq hədəf yol getdikcə dəyişirdi. Yəni biliklərin artdıqca, çünki düşünürəm ki, indi də o fikirdəyəm ki, bilik bizi daha güclü edir, bilik ən vacib gücümüzdür.
Bu yolda düzəlmə dedin, Məhəmməd Hüseynin Şəhriyarın xatirələrini belə mütaliə edirəm son zamanlar. Bayaq dediyim o 120 beyt tutdum da o kitabdan idi. Həmin kitabda belə bir şey yazırlar. Məhəmməd Hüseyn Şəhriyar birinci həkim olub. Və belə bir xatirə səslənir. Bununla bağlı Məhəmməd Hüseyn Şəhriyarın həyatına toxunduğu adamlarla belə deyək xatirələrdir. Kəndə göndərirlər, dövlət göndərir və bir xanım qaça-qaça gəlir, deyir ki, atam xəstədir, gəlir, baxır evə, görür ki, bu xəstə ataya görə evdə hər şey satılıb və bomboş bir evdir və gedir, xanıma öz adını, indi nəsə vəsiqəsini verir, deyir ki, get aptekdən, mənim hesabıma bütün dərmanları al, gəl, de ki, mənim adıma yazsınlar və həmin xanım deyir ki, mən evə girəndə gördüm ki, Məhəmməd Hüseyn Şəhriyar atamın başında ağlayır. Məhəmməd Hüseyn Şəhriyar da deyir ki, həmin gün mən başa düşdüm ki, mən şair olmaq üçün gəlmişəm, həkimlik məndə deyil. Əslində o yolda düzəlmə və nə olacağını seçmə gücün bir tərəfidir. Təsadüfən olur görəsən bu? Yəni həyatın Məncə genetik altyapı rol oynayır. Yəni bir şey həyatda təsadüfən olur. Ya da söz. Mən Mobiteldə işləyəndə Rafiq 16 ay mənə deyirdi ki, şeir yazırsan, amma gəlib telefon kabrası satırsan. O söz mənim çox xətrimə dəymişdi, amma... Üzr istəyib? Yox. Və məsələn, indiki şeylə baxanda bəlkə də adam öz... Bəlkə də bir yerdə haqqı var idi, bəlkə də yaraşdırmırdı o məsələləri, amma məncə biraz insan da öz təbiətinə və xarakterinə uyğun işdə ya da pul qazanma metodunda olmalıdır. Çünki ömrümüzün ciddi bir hissəsini həsr eləyirik bu işə. Burada yəni biliyi gücə çevirmək və bir A-dan B-yə getdiyimiz zaman B bizim məqsədimizdirsə ora çatmaq üçün birincisi gərək B-ni bir hədəf kimi müəyyən eləyək. Daha sonra o hədəfə çatmaq üçün səy göstərək. Sonra o səy göstərdikcə güc qazanaq və müqaviməti dəf edək. Yəni həyat müqavimətlərdən ibarətdir və istədik, istəmədik insanların mübarizəsi bir resurs uğrundadır. Yəni bir resurs uğrunda digər bir insan bizə müqavimət göstərir ki, yox, mən sənin yerində daha yaxşı işləyə bilərəm. Sən məsələn nə edirsən həyatında? Mən nə edirəm? Bu artıq bir nəticə olacaq bir şeydir də. Bir var nə etdim məsələsi. Yəni sualımın əsasını deyim də, mənimlə bağlı məsələn ən böyük sıxıntılarımdan biri mən hər şeyə vaxt çatdırmıram. Yaxşı edirsən və hər şeyi çatdırmaq kimi bir Bəs sənin niyə vaxtın olur? Mən Turalla bağlı ən əsəbləşdiyim şey, məsələn, zəng eləyəndə danışa bilməmə səbəbi nə ola bilər? Nə bilim, maşın sürürəm, işdəyəm, iclasdayam, Turalla bağlı idmandan çıxıram. Çıx da. Burada ən birinci məsələ beynin boşaldılmasıdır. Mən bir kiçik qeyd eləmişəm. Beyin boşaltma əməliyyatı. Yaxın 10 dəqiqə ərzində çox güman ki, mən tək danışacağam. Əgər kimlərsə qeydiyyat aparmaq istəyirsə, asta-asta deyəcəm ki, qeydlərinizi də apara bilərsiniz. Birinci etdiyim məsələ özümlə bağlı. Bu mənim təcrübəmdədir, amma uzun dönəmdə bir çoxlarımız üçün işləyə biləcək bir şeydir. Beynimizi boşaltmalıyıq. Yəni bizim beynimizdə külli miqdarda informasiya var. Biz təkamül olaraq bəlli bir informasiyanı qəbul edə bilərik. Tutaq ki, bu 25 mindir. Amma biz gün ərzində çoxlu sayda informasiya qəbul edirik. Qarşımızda xronometraj gedir, burada mənim şəklim var, burada əlinin şəkli var. Hər bir informasiyadır. İnformasiya çoxdur. Və bu informasiya çoxluğu bizə hədəfə çatmağımızda, arzularımızı reallaşdırmağımızda kömək edir. Çox sadə bir üsulla beynimizi boşalda bilərik. Bunu araşdırsaz, oxusaz, dünyanın bir çox yerlərində edirlər. Bizə bir dənə masa lazımdır və ya bir dənə lövhə lazımdır. Ağ bir lövhə və rəngli stikerlər. Rəngli stikerlər qırmızı, göy və yaşıl. Biz stikerlərə nə yazırıq? Beynimizdə nə varsa və bunun üçün adam ola bilər ki, utansın, tək olmaq lazımdır. Və siz kağızla, stikerə sizi nə narahat edir? Nədən qorxursunuz? Nəyin həyəcanı var? Nəyi etməlisiniz? Kimə nə söz vermisiniz? Nəyi bitirməmisiniz?
Nəyi etsəz daha yaxşı olar? Nə varsa beyninizdə, arzularınız, xəyallarınız, istəklərinizi o stikerlərə yazmaq lazımdır. Təxmini 1 saat ərzində 80% boşaldacaqsınız. Amma bütün beyninizi boşaltmaq üçün sizin 1 həftəyə qədər vaxtınız olacaq. Amma stikerlərin də rənglərini elə belə demədim, çünki o sizə çox lazım olacaq. Misal üçün, əgər qorxu, narahatlıq, həyəcanı yazırsınızsa, siz qırmızı stikerə yazırsınız onları. Amma utanmadan, çəkinmədən, özünüzlə tam səmimi olaraq. İkinci etap, istək, arzu, xəyaldır. Bunu yaşıl stikerlərə yazmaq lazımdır. Və bu, yaşdan asılı olmayaraq bütün insanlar üçün keçərlidir. Çünki biz beynimizi boşaltmalıyıq ki, real portreti görək və ona uyğun qərar verək. Layihədir, tapşırıqdır, işimizdir. Bununla bağlı sizin göy stikerləriniz var. İndi təsəvvür edin ki, bir həftə ərzində sizin masanın stikerlərlə doldu, qırmızı, yaşıl, göy. Ora baxırsınız, hansı çoxluq təşkil edir? Misal üçün, tutaq ki, qırmızı çoxdur. Qırmızı çoxdursa, demək, özünüzə inanmırsınız. Sizdə qorxular var. O qorxu paradigmasında yaşayırsınız. Siz nə edirsiniz? Alırsınız o stikeri, qorxunuzu baxırsınız və deyirsiniz ki, mən bunu necə həll edə bilərəm və bunu planlayırsınız. Çox güman ki, qırmızının çox olması həm də sizə yox demək öyrənmək, yox deməyə öyrənmək lazımdır. Çünki yox deməmək qorxunun bir əlamətidir. Yox deyərəm, işdən çıxaram, yox deyərəm, itirərəm, yox deyərəm, sevgilimdən ayrılaram, yox deyərəm və s. və s. və s. Yəni, qırmızının çoxluğu artıq sizin üçün bir təhlükədir. Amma bunu həll etmək çox asandır. Stikeri götürdük, birinci qorxulardan başlayırıq. Baxdıq, mən bunu necə həll edə bilərəm? Həll etmək üçün planım nədir? Amma plan, hamınızın mütaliəsi var, şübhəmiz yoxdur. Plan inandırıcı olmalıdır, real olmalıdır və hesablana bilən olmalıdır. Əgər biz bunu hesablaya bilmiriksə və ölçə bilmiriksə, bu plan heç bir işə yaramayacaq. Eyni şey hədəfə də aiddir. Yaşıl çoxdursa, bu mənə aiddir, çünki mənim həyatımda yaşıl çox idi. Siz xəyalpərəstsiniz. Mən də eyni şeydəydim. Yəni, mən bunu düzəndə, bunu ilk dəfə tətbiq edəndə, məndə yaşıl çoxluq təşkil edirdi. Mən xəyalpərəstəm, bunu edəcəm, bunu edəcəm, bunu edəcəm. Ən çox istifadə etdiyim kəlmə idi. Mən onu təxmini 7-8 il olaraq tərk etmişəm. Bilirsən nə istəyirəm? Mən cümlə quranda, söhbət eləyəndə kolleqalarımla, tutaq ki, partnyorlarla və ya ən çox bu cümləni bilirsən nə istəyirəm? Bilirsən nə istəyirəm? Sən hərəkətə keçməlisən. Yəni, sonra bunu düzəndə gördüm ki, mən yaşıldır, əslində yaxşıdır, xəyalın, hədəfin olması çox əla bir şeydir, amma konkret planın çatışmır. Başlayırsan artıq, mən bu xəyalıma çatmaq üçün hansı planı qurmalıyam? Yenə plan real olmalıdır, ölçülə bilən olmalıdır və hər şeyi nəzərə almalısınız. Və göy. Bu məsələ yəqin ki, indi Əlinin dediyi iləndir. Mən əminəm ki, Əlidə göy rəng çoxluğu olacaq. Bu nədir? Ya çox ölücü dərəcədə yorğun olan zəhmətkeşsiz, ya da təxirə salan effektsiz insansınız. Sizin çoxlu planınız var, göy, hər yer işlə bağlıdır, bunu etməliyəm. Əslində, bunu etməliyəmə bir şey də var da, orada bir nöqtə var. Deyir ki, mənim üçün vacibdir olan bir şey, bəlkə də kiminsə arzusudur. Mənim üçün vacib deyil, mən özümü yükləmişəm ki, bu mənə vacibdir. Amma bu, kiminsə arzusudur. Sən artıq onu kənara qoymalısan. Mən kiminsə arzusunu yox, öz arzumu reallaşdırmalıyam. Yəni, nədir? Qorxu ilə işləyəcəksiniz. Narahatlığınızın qorxusunu yazdınız, niyə qorxuram sualını verdiniz, niyələri ayrıca yazdınız, bu nəticəyə necə çata bilərsiniz, o haqda düşünürük. Və biz yekunda bütün stikerləri qopardandan sonra sonda lövhədə bizdə qalmalıdır bu kəlmələrlə başlayan sözlər. Seçmək, olmaq, oxumaq, yazmaq, etmək, yəni real hərəkətlər. Amma bunun üçün ilk növbədə, dediyim kimi, önə gedirik və biz beynimizi boşaldırıq. Gücünü, qətiyyətli olmağı, yox deməyimi mən oradan öyrənmişəm. Bu mənim praktikamdır. Elmi deyil, elmi əsasları yoxdur, çox insan arasında təcrübə olunmayıb, dovşanlar üzərində yoxlanılmayıb. Amma
Tural üzərində yox. Amma öz üzərimdə yoxladığıma görə deyə bilərəm ki, bu effektivdir. Sadəcə bunun üçün sizə 1 saat vaxt lazımdır təklikdə 80%-ni boşaldasınız və 1 həftə vaxt lazımdır təklikdə ki, tamamilə beyninizdə olan şeylər qarşınızda belə portret şəklində olsun. Bir də icazə verməmək məsələsi deyə bu daxili davalara bu professor Əhməd Arslan deyir ki, atam çox xoşbəxt yaşayırdı. Nə Allahla davası var idi, nə insanlarla, nə də özü ilə. Allahla davasına din icazə vermirdi. İnsanlarla davasına dövlət icazə vermirdi. Özü ilə də davasına anam icazə vermirdi. Biraz o davadan və düşüncə şeyindən də çıxmaq lazımdır. Amma başqa bir tarixi bir məsələ istəyərdim, eşitdim səndən. Biz güclü deyəndə Avropada ya da Amerikada bəzən cinsiyyətlər bərabərləşir. Ora üçün güclü qadın və güclü kişi təxminən eyni anlayışlara gəlir indiki dövrdə. Bəs bizim üçün, məsələn, güclü kişi bizdə biraz daha hakimiyyət sahibi, bir yerdə imkanlı, hörmətli bilmirəm. Yəni pul gələndə niyəsə bizdə avtomatik üstündə pək kimi şey də gəlir, hörmət də gəlir. Ya da bəlkə də puldan əvvəl hörmət gəlir. Amma güclü qadın deyəndə yaxşı ana və daha çox çətinliklə üzləşmiş qadına biz güclü qadınmı deyirik? Və bu tarixi olaraq bizə necə gəlib çatıb? Dinlə mi bağlıdır? Məsələn, Asena deyirik, amma yəni türklərin indi Asenasıdır, amma Asenanı da oxuyanda görsən ki, yox da, o da bəlli bir güc, nüfuz sahibi deyil. Fərhad mənlə danışanda dedi ki, mən tarixi çox sevirəm və bəlli bir iqtisadi tarixə dayanırdı. Bizim coğrafiyada əgər söhbət türk xalqından gedirsə, başqa millətlərin hər kəsin öz adəti, öz ənənəsi var. Amma türk xalqlarında qadın ikinci planda olmayıb. Bu genəlliyi belə olub. Çünki ümumiyyətlə türklər Türk dinində, Tengri dediyimizdə cənnət və cəhənnəm yoxdur. Ar var. Ar var. Ardsız olmaq ayıb idi. Yəni bu həm kişiyə aid idi, həm də qadına aid idi. Yəni əgər sənin öləndən sonra cəhənnəmə düşmək məsələn yoxdur. Sən arsızsansa, ar dediyimiz cəsarətdir, gücdür, ehtiramdır, hörmətdir, ədalətdir. Bunlar səndə yoxdursa, sən arsızsan, xainsənsə, arsızsan və bu sənin ən böyük cəzandır. Yəni türk qadınlar, yəni türk xalqlarından söhbət gedirsə, yəni burada digər xalqların hərəsində bir qadının öz obrazı olub. Afrika xalqları üçün tamamilə başqa bir obrazda olub qadınlar. Ərəblər üçünsə tamamilə fərqlidir. Yəni övrət, arvad və bu kəlmələr ərəb dilindən gəlir. Çünki qadın orada ikinci planda idi və ona görə o yanaşma tamamilə fərqli istiqamətdən gedirdi. Türk xalqlarında ona görə konstitusiya anayasadır, ona görə qadın xanımdır, xatundur, ona görə Qafqazda iki kişi dalaşanda qadın əgər örpəyini açırdısa, onlar dueli, döyüşü saxlayırdılar və üzlərini çevirirdilər ki, o üzü görsənməsin. Yəni bizdə hal-hazırda təlqin edilən güclü obrazı bu məncə qərbdən gələn və xüsusən Amerikadan gələn bir məsələdir və çox təəssüf ki biz, əfsuslar olsun ki biz hələ də kimin təsiri altında olacağımızı düşünürük. Bu, əgər siz Cümhuriyyət dövrünün qəzetlərini oxusanız, bu yaxınlarda bizim də qonağımız olmuşdu, Ayaz, ondan biz iş yoldaşıyıq, getdi. İş yoldaşı belə polemika olur. Ada Universiteti Cümhuriyyət dövründə dərc olunmuş Azərbaycan qəzetini tərcümə edib, bir hissələrini tərcümə edib. Siz orada parlamentdə olan müzakirələrə baxsanız və ya gedən xəbərlərə baxsanız, insanlar arasında olan münasibətlərə baxsanız, görəcəksiniz ki, heç də indidən fərqlənmir. Yəni 100 il ərzində heç nə dəyişməyib. Bugün əgər hər hansı bir bölgəmizdə
ağır qızı qaçırdarlar və ağır seyiddir deyə o qız orada qalar və daha sonra qız o qətlə yetirirlər. Ağır seyiddir deyə ona heç kim eləməz deyə yanaşırıqsa, deməli 100 il etibarında biz heç nə dəyişməmişik. Bəli, biz sadəcə telefondan istifadə edirik, planşetimiz var və daha müasir avtomobillərdə gəzirik at arabasının yerinə. Biz sadəcə kənar təsirlərin altında özümüz ola bilmirik də, çox təəssüf. Kənar təsirin altında bir ara Rusiya təsiri var idi, indi çox böyük Türkiyə təsiri var, cənub regionlarında İran təsiri var, biraz o biri tərəfə gedəndə başqa bir təsir görürük, Amerika təsiri var. Mən əsas bu, biraz indi biz siyasi mövzulardan çox danışmırıq, daha çox tarix danışırıq, amma son ərəfə indi dedin, ağlıma gəldi. Vicdanla məsafə arasındakı bağlantı məni çox qəribə təəccübləndirir. Yəni məsələn orada bir də uşaq boğulsa biz onu çıxartmasaq vicdansızıq da. Amma məsələn bir neçə kilometr o tərəfdə uşaq öldürülür, amma biz deyirik ailəsinin işidir. Ailəsinin işidir ya da ora siyasi bir məsələdir. Yəni əslində vicdan, bizim vicdanımız çox milliyyətə və vətəndaşlığa bağlı bir vicdandır. Vicdanımız bura üçündür, bu ərazi üçündür. Vicdan bəlkə də biraz genişlənməsi də gücdür. Mən subyektiv fikrimdir. Bunu nə qədər də olmasa, çox güman ki biz oxumaqla və ya mütaliə etməməklə də bağlaya bilərik, hədəfsizliklə də bağlaya bilərik, nə istədiyimizi bilməməklə də bağlaya bilərik, uzun müddət işğalçıların bura gəlib getməsi ilə də bağlaya bilərik, din də qoya bilərik. Amma mənə görə insan ya arlıdır, ya da arsızdır. Onun hara inanmağından asılı olmayaraq. Yəni, ya sənin vicdanın var, vicdanı sənə kim təlqin etməlidir? Yəni, bir peyğəmbər mi sənə təlqin eləməlidir ki, sən vicdanlı ol, olmasan, yanacaqsan. Sənə bunu kimsə təlqin etməməlidir. Sən, bilmirəm, bəlkə tərbiyə ilə bağlıdır, bəlkə də xalqların etnogenezi ilə bağlıdır. Amma sən küçəyə çıxdığın zaman, təbii ki, biz ibtidai varlıqlardan bu yana da dominant olmaq istəyirik. Biz öz gücümüzü göstəririk də. Bu heyvanlarda da var. Məsələn, biz meşədə görə bilərik ki, quşlar oxuyur. Quşların səsi bizə çox cazibədar gəlir. Deyirik ki, nə yaxşı səslər gəlir. Amma əslində onlar dominantlıq mübarizəsi edirlər. Orada kim daha üstündür mübarizəsi gedir. Onların oxuduğu mən burada hakiməmdir. Və ya cinsi arada münasibət üçün olan bir şeylərdir. Yəni, biz heyvani olaraq düşünsək, yaradılışdan bu yana, biz hardasa özümüzü dominant kimi görmək istəyirik. Və bu dominant kimi edəndə vicdan, yəni insanı heyvandan fərqləndirən əsas məsələlərdən biri vicdandır. Yəni, canavar üçün şey yoxdur. Yəni, vicdan anlayışı yoxdur. Hədəf var, getdim, hədəfimi götürdüm və idim. Ceyran nə düşünür? Yəni, kədərlənən canavar yəqin ki, yoxdur. Əgər varsa da, yəqin ki, zooparkdadır. Amma bizim onlardan... Bizdə Allah deyir də, şirlər şeydə. Biz bunu hardasa göyə bağlayırıq, biz bunu cəzaya bağlayırıq, qanuna bağlayırıq. O dediyin kimi ana icazə vermədi. O həmişə dediyimiz, efirdə də gülürük. Bizdə niyə seriya qatili yoxdur? Manyak yoxdur. Niyə görə? Çünki anası icazə vermir. Ana icazə verəndən sonra o gedib seriya qatili ola biləcək. Çünki bizdə o mütləq qaydada icazə verilən olmalıdır. Və yekunda biz bu yaxınlarda bir görüşdəydik. Biz niyə yaradıcı ola bilmirik? Çünki biz oturduğumuz ofisdən divar görürük. Pəncərənin o biri tərəfində isə boz, zövqsüz bir bina görürük. Bizi yaradıcı edən heç nə yoxdur. Böyük yazıçılar ya Parisə gedərdi, bəstəkarlar Viyanaya gedərdilər və ya niyə görə Cenevrəyə gedirlər, niyə görə Nitsaya gedirlər? Çünki orada bir limit yoxdur, bir boz, rəngsiz bir şey yox idi. O da ona əlavə güc qatırdı. Yəni, əgər Azərbaycan cəmiyyətindən söhbət gedirsə, burada qadın özünü ikinci plana salmayana qədər əslində bizim genimizdə onları ikinci plana salmaq yoxdur. Bu da gəlir harda? Anada. Analar istəsələr atanı çox yaxşı pişirə bilirlər əslində. Tural bayaq danışdı, necə eləyir? Mən Turala tez-tez danışıram öz metodikamı.
Mənim həyatım son 3-5 il arası çox alt-üst olub, amma altı o məşhur deyimdə deyildiyi kimi alt üstündən yaxşı idi. Bilirəm indi mən 2x qulaq asa bilmirsiniz. Mənim həyatımda bir şey oxumuşdum və onu həyatıma tətbiq etdiyim gündən bəri bu söhbətgahda başladı. İşlərimiz fərqli oldu. İqtisadi sistemləri, şirkət, korporativ sistemləri həyatıma tətbiq etmək. Özünə şirkət kimi yanaşmaq. Özümə şirkət kimi yanaşmaq. Mənim bir qara dəftərim var. Orada mənim həyatımın HR departamenti var. Bununla bağlı bir kitab tövsiyə eləyə bilərəm. Heç vaxt naharları tək yeməyin. Librafdan əldə eləyə bilərsiniz. Məsələn, o mənim həyatımın HR strukturunu formalaşdırır. Mən ən az həftədə bir nəfərlə uzun müddətli görüşmədiyim bir adamla görüşürəm. Məsələn, onunla fikir alış-verişi və s. etmək. Həyatımın finans departamenti var. Oranın KPI-ları var. İlin əvvəli hansı pullar qazanmalıyam, necə etməliyəm. Mütləq şəkildə KPI-larım var. Təhsil departamenti var. Mənim həmişə aktiv olan bir kursum var. Həmişə. Məsələn, o gün bir qonağımız oldu, Betül xanım. Sosial mediadan danışdıq və dərhal məsələn onun kursunu aldım, başladım onun kursu ilə məşğul olmağa. Zehin departamenti var. Orada nədir? Mən necə beynimi sakitləşdirə bilərəm? Çünki vuruşan beyin, sakit olmayan beyin normal yaşamayacaq. Xüsusilə də bizim kimi gərgin bir ölkədə. Bu departamentləri ayırmaq düşünürəm ki, çox faydalı olur. Amma nəticə ölçmə məsələsi ilə. Bilmirəm, indi manifestlə Turalın arası da yaxşıdır. Mən manifestin bu spiritual və s. tərəfləri ilə çox indi maraqlanmıram, sözsüz, materialist dünya baxışım var. Mən ona spiritual kimi də baxmıram. Amma mən onu məni ciddi fokusladığını düşünürəm. Mən əgər, məsələn, biz Elçisiləbi quranda Vöyün nömrəsi çıxdı. Vöyün nömrəsi. İşimiz var. Məsələn, orada bizim bir ilk aylar maaş verirsən, kirayə verirsən, onu versən, bunu versən. Belə bir söz deyirdim dayanmadan komanda yoldaşlarıma. Təsəvvür eləyin ki, hesablarımızda o qədər çox pul var ki, biz onu necə bölə biləcəyimizi ya da fond yaradacağımızı düşünək. Doğrudan da bu düşüncə bəlli bir yerə qədər faydalı olur. O fokuslanmağa gətirir, negativdən çıxardır. Mən heç vaxt demirəm ki, gələcək yönümlü yaşamaqda ki, mən ona çatsam xoşbəxt olacam. Axı prosesin özü də xoşbəxt eləyir adamı. Ona görə çox tövsiyə eləyərdim. Mütləq şəkildə o masa kimi baxmaq lazımdır ki, mənim həyatımın neçə ayağı var və bu neçə ayağın içində bu həyat dik dura bilər. Bir də digər tərəfdən sözü də dəyişmək bəzən, yaxınlarımızla, ailəmizlə, dostlarımızla söz dəyişmək məsələsi də var. Bizdə bu deyim var, kişinin sözü bir olar. Mənim tanıdığım belə dırnaq içində yaxşı kişilərin sözləri bir olmayıb. Onlar səhv deyəndə kişinin ikinci sözü olub. Gediblər, görüblər, səhv eləyirlər, faydalı deyirlər, kişinin üçüncü sözü olub. Biraz da o geri dönməyi də bacarmaq lazımdır. Sanki hər şey bura qədər gedəcək və dayanacaq mindseti. Mənim 25 yaşımda dediyim sözlə 43 yaşımda dediyim söz bir deyil. Çünki mənim o sözü deyəndə 25 yaşım var idi və 25 illik təcrübəmdən deyirdim. Misal üçün, bəlkə də səhv etmişik bu məsələdə. Bizim valideynlərimiz bizi o qədər çox sevirlər ki, bizim təhsil aldığımız müddətdə işləməyimizi istəmirlər. Yəni, sən oxu, mən işləyərəm, sən oxu bir yerə çıx. Yəni, biz oxumağı bir yerə çıxmaq kimi görürük. Amma tutaq ki, indi sahibkarlıq fəaliyyətlə məşğulsan və ya tutaq ki, startupla məşğuluq və s. Biz buna 40 yaşımızda gəlib çatırıq ki, sən də bunu edəmək olardı. Amma tutaq ki, mən universitetə daxil olduğum zaman paraleldə işləməyə başlasaydım, bəlkə də daha tez çatacaqdım. Yəni, bu valideynlərin bizi qoruma istəyi bizə həm də mane olur. Amma mən 25 yaşımda verdiyim söz, o zaman dediyim söz, indi niyə görə dəyişir? Çünki mən universitetə daxil olub, tarix fakültəsində oxuduğum müddətində işləməmişəm. Hərbi xidmətə getib gəlmişəm. Bir il hərbi xidmətdən sonra isə başlamışam ANS-də işləməyə.
Orada dediyim söz mənim oradakı verdiyim, işləmədən verdiyim bəsit dünya görüşünün sözü idi. Ləqəbin də Həci idi, hə? Aynısı. Və həcdə olmamışdım. Niyəsə görə belə deyirdi Tofiq Orucov mənə. Amma burada bir dənə məqam var idi. Mən daha radikal idim, kəskin idim, ön yargılı idim, qatı tənqidçi idim. Ona görə mənim tənqidi verilişlərim var idi. Televizorla dalaşırdım. Avtomobildə olan, daha sonra avtomobilə keçəndən sonra avtomobildə deyinirdim, deyindiyimi video çəkirdim və ondan veriliş edirdim. Və Azərbaycanda da o verilişə ona görə baxırdılar. İndi də mənim avtomobil sükanının arxasında qışqıraraq bir dayının Prado'da papaqla olduğu videosunu indi də paylaşırlar. Çünki orada emosiya var, əsəb var və təsəvvür et ki, o sözə görə mənə Bakı kəndlərindən bir nəfər zəng eləmişdi ki, papaq namuslu, qeyrətli və s. Bunun burada dayanmağının nə aidiyyatı var? Mən başqa şeydən danışırdım. Yəni 25 yaşımda daha qətiyyət, deməli, kəskin danışan adam idim. 43 yaşımda gördüm ki, yox, həyat belə deyil. Bu müxtəlif bucaqlardan ibarətdir. Cəmi bir dənə rəng yoxdur, ya ağ, ya qara rəngi yoxdur. Bunun müxtəlif çalarları var. İnsanlarla dil tapmaq lazımdır, radikal olmamaq lazımdır və s. Və o sən o hissədə dəyişəndə, bu mənim verilişimə təsir eləyəndə, mənim verilişimə yazan adam deyir ki, siz əvvəl belə deyildiniz, siz başqa cür danışırdınız. O ona ad verə bilmir necə danışırdım. O deyirsən, başqa cür danışırdın. Halbuki mən onda tamamilə bir sərt bir formada yaşayıram. Orxan bir dəfə status yazmışdı mənim haqqımda. Mən şey eləyirdim, bu hüquqi kommentariyalar verirdi və düzgün bir şey yazmışdı ki, hüquq təhsili olmadan hüquqi konsultasiya eləmək olmaz. Bilməm, yadındadır yoxsa yox, belə bir statusu var idi. Tamamilə doğrudur. Yəni, mən hüquq konsultasiyası edə bilmərəm. Mən deyə bilərəm ki, qanunda belə bir şey var, hüququ get başqa yerdə axtar. O Orxanın yazdığından sonra orada bir dənə lampçıq yandı. Amma mən bunu görə məsuliyyətə cəlb edə bilərlər də. Yəni, sən hüquq konsultasiyası, pul qazanırsan. Bəs hüquq məsləhətxanası var və ya nə bilim, vəkillər var, hüquqşünaslar var, professional, praktiki hüquqşünasla məşğul olan var. Mən orada bir dənə ifadəmi dəyişirsən də, mən sənə hüquq məsləhəti vermirəm. Qanunda belə yazılıb, onu deyirsən. Yəni, o baxış bucağını, ona görə kişinin sözü bir deyil. Kişinin sözü yaşından asılı olaraq bir neçə dəfə də dəyişə bilər. Bəlkə də Müşfiq müəllimin 58 yaşı var. Biz 58 yaşımızda tamamilə başqa bir şeydən danışacağıq. Avstraliya fəlsəfəsindən. Müşfiq müəllimdən özdə. Bizdə güc strukturu var bizdə. Gücün həm də strukturu olan, yəqin ki, qəribə bir... Güc strukturdur da. Struktursuz güc olmur. Struktursuz güc olmur axı. Gücün struktur necə olur da? Yəni tutaq ki, bu Robert Greene'in Gücün 48 qanunu var da, Hakimiyyətin 48 qanunu kitabı var. Əclaf kitab. Kitab əclaf kitabdır, amma sən başa düşürsən ki, güc necə işləyir. Yəni klişe kitabdır, amma tövsiyə oluna bilən kitabdır. Yəni güc və məqsəd üçün, məsələn, Simon Sinek'in Niyə ilə başla kitabı var. Bu axtarmaqdır. Məsələn, bəlkə də bizim üçün ən böyük səhv olub ki, biz niyə sualı verəndə keç otur qıraqda, necə niyə? Biz böyüklər icazə verməyib də biz uşaq vaxtı niyə sualını veririk. İkinci niyədən sonra biz deyirik ki, mənim başım xarab eləmə, boş-boş suallar vermə və yekunda biz strateq ola bilməmişik, hədəf seçə bilməmişik, hədəfi necə seçəcəyimizi bilmirik. Əminəm ki, aramızda oturan adamlar var, deyirlər, bilmirik ki, nə ilə məşğul olaq. Yəni, deyir, sevdiyin işlə məşğul ol. Sevdiyin işin, məşğul olduğun iş lazımdırmı? Bugün yolda gələndə bir dənə kitaba qulaq asırdım. Orada maraqlı bir dənə cümlə işlədi. Deyir ki, siz kasıb deyilsiniz. Siz az pul kazanmırsınız. Siz, sizə nə qədər ehtiyac var, onun müqabilində pul alırsınız. Sizə ehtiyac yoxdursa, siz o pulu almırsınız. Sizə onu maaş kimi vermirlər. Siz sadəcə özünüzü ehtiyac, o dediyin kimi var, özünə şirkət kimi yanaşır. Sənə ehtiyac yaranmalıdır əmək bazarında və sənə də o ödənişi, o pulu da verməlidirlər. Amma bizə axı sözün açığı öyrətməyiblər. Hədəf qoymağı bizə heç kim öyrətmir. Biz, yaxşı ki, qərb ədəbiyyatı var, oradan başlamışıq öyrənməyə. Sonra biraz Yaponların ikigaisindən, kaizenindən öyrənmişik. Robert Greene'in bir kitabı da var, Ustadlıq. Belə tərcümə edə bilərlər. Ustadlıq adlanır. O kitabda da. Bir də Steven Pressfield Sənət müharibəsi. Bu güc, strategiya,
məqsəd, strateji düşünməklə bağlı olan şeydir. J. Papazan Librafda var, burada da satışdadır. Bir şey. Yəni oxuya biləcəyiniz, dəfələrlə oxuyub, təkrar oxuyub, qeyd edə biləcəyiniz mükəmməl kitablardan biridir. Zamanımız da olur. Mən icazə versənsə son sözə bir keçid eləyim. Olar. Nə qədər çalışdım ki, əzbərləyə bilmədim. Çox maraqlı bir şey oxudum keçən dəfə və çox istəyirəm bölüşüm onu. Deyir ki, Joa adlı bir adam Raymondu dəlicəsinə sevən Teresaya aşiq idi. Söhbət o Raymonddan gedir ki, o Mariyanı sevirdi. O Mariya ki, Joaşimə ürəyini vermişdi. O Joaşim ki, Lilini sevirdi. Söhbət o Lilidən gedir ki, o heç kimə aşiq deyildi. Joa Amerikaya getdi, Teresa kilsədə işə başladı, Raymond da qəzada öldü, Maria yaşlanıb qocalana qədər evlənmədi, Joaşim özünü öldürdü və Lili J. Fernandez Pinto ilə evləndi. O J. Fernandez Pinto ki, heç hekayədə belə yox idi. Bunu sizə çox sağ ol demək üçün oxudum. Çünki J. Fernandez Pinto kimi bizim bir-birimizin həyatında deyildik və söhbətgah vasitəsilə bir-birimizin həyatına daxil olduq. Ona görə də sizə təşəkkür edirik. Sizə təşəkkür edirik. Və buradan növbəti tədbirin anonsunu veririk. Daha böyük zalda, artıq payızda, daha böyük zalda, daha çox insanla və daha çox qonaqla və daha çox panellə Heydər Əliyev adına sarayda görüşərik. Bu arada Baku Session'a təşəkkür eləmək istəyirik. Ledas, Sitomed, əla təşkilatçılıq üçün. Necə deyərlər, görüşərik. Qismət olsa. Early this morning, when you knocked upon my door. Early this morning, when you knocked upon my door.